Deməli, salam əzizləyicilər. Bugünkü günü belə bir mövzuda video çəkirəm. Biz hər zaman BMW avtomobillərinə baxmışıq, bilənlər bilir, indi bilməyənlər üçün də agah olsun. Bu avtomobil BMW F10 avtomobildir və bu avtomobili 360 dərəcə kameradan tutmuş, distonikə kimi, zolağa nəzarət, kör zona, head-up display hər birisi var və avtomobil tam ideal vəziyyətdədir. Əvvəl ideal vəziyyətdə deyildi, amma indi şükür ideal vəziyyətdədir. Niyə ideal vəziyyətdə deyildi? Çünki avtomobildə bir-iki dənə xırda problemlər var idi və o problemlərin hamısının indiyə qədər hər bir şeyini özüm baxmışam. Sep başmağından tutmuş, mühərrik yastıqlarına kimi, paduşkasına kimi, naklatkasına kimi, tökülən yağa, hava filtrinə, yağ filtrinə qədər özüm baxmışam bu avtomobilə və çox ideal avtomobildir. Sadəcə olaraq bugünkü günü avtomobil sahibinin təcili bəzi məsələlərə görə, pula ehtiyac olduğuna görə avtomobili dəyərindən çox ucuz satır. Yəni bu belə deyək, əlim yanda avtoda, yəni və yaxud da ki, gecə ilə 17-18 minə gedən F10-lardan deyil. Sadəcə bugünkü günü hazır bunun bazar qiyməti yəni 30 min civarıdır. Sadəcə olaraq endirim olunacaq. Nəyə görə? Çünki yenə deyirəm, təcili pula ehtiyac olduğu üçün satır. Bu avtomobildə hər zaman yenə deyirəm, mən baxmışam. Sep başmağı da təzə dəyişilib, orijinal febi ilə. Babinlərinə kimi hamısı orijinal. Alışma şamları, sveçalar təzə qoyulub, hamısı orijinal. Avtomobildə heç bir problem yoxdur. Askı sisteminə tutmuş mühərrikinə qədər kim istəsə istədiyi yerdə aparıb yoxlatdıra bilər və yaxud da ki, mənim yanımda yoxlatdıra bilər ki, mən də həmin hissələrə cavabdehəm, zəmanət verirəm və avtomobildə gördüyünüz kimi fikirləşmə söhbəti yoxdur. Al-hazır ideal F10 istəyirsənsə, gəl al qardaş və daimi olaraq da mən qulluq eləyim və sizin üçün də rahat olsun ki, artıq bildiyiniz avtomobili alırsınız. Niyə? Çünki otaqda mən varam. Belə, xeyirli olsun inşallah. Pulum olsa da özüm alardım. Sadəcə olaraq biz usta adamıq da indi. Allah həmd olsun. İnşallah ki, imkanımız olar, biz alarıq. Bağla qardaşım.